Salam, hörmətli izləyicilər. Britaniya Geoloji Xidməti son günlər Günəşdə baş verən hadisələrlə bağlı xəbərdarlıq yayıb. Mayın 10-da Günəşdə koronal kütlə artılması qeydə alınıb. Alimlərin proqnozuna görə bu atılan maddənin böyük hissəsi yerə birbaşa çatmasa da, toxunma effekti nəticəsində mayın 13-14-ü ətrafında zəif G1 səviyyəli geomaqnit aktivlik ola bilər. Həmçinin mayın 15-də Günəşdəki böyük tac dəliyindən yüksək sürətli Günəş küləyi axını planetimizə çata bilər. Bu səbəbdən geomaqnit aktivliyin G1, G2 səviyyəsinə qədər yüksəlməsi gözlənilir. G2 səviyyəsi orta dərəcəli maqnit fırtınası hesab olunur və bu, Günəşin 11 illik siklinin aktiv dövründə normal hadisədir. Mümkün təsirlər nələr ola bilər? Bəzi insanlarda baş ağrısı, halsızlıq, yuxu pozulması və ya yorğunluq hissi artıra bilər. Rabita, GPS və peyk sistemlərində müvəqqəti kiçik pozulmalar müşahidə oluna bilər. Şimal enliklərində şimal işıqları aurora görünmə ehtimalı yüksəlir. Vacib qeyd. Bu cür reaksiyalar hər kəsdə eyni şəkildə olmur. Əgər hər hansı sağlamlıq şikayətiniz varsa, mütləq həkimə müraciət edin. Bu video tibbi məsləhət deyil. Nə etmək olar? Bol su için, kifayət qədər istirahət edin, stressdən uzaq durun və sağlam qidalanın. Bu tövsiyələr ümumi sağlam həyat tərzi üçün də faydalıdır. Vəziyyət dəyişə bilər. Ən dəqiq və aktual məlumatı həmişə rəsmi mənbələrdən izləməyinizi tövsiyə edirəm. British Geological Survey, NOAA Space Weather Prediction Center. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Yeni məlumatlar çıxdıqca yenidən görüşəcəyik. Sağlam qalın.